Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar. Allah Teala bu yığıncağı bizim üçün faydalı etsin. Qiyamət günü də hər birimizin xeyrinə etsin. Deməli, əziz qardaşlar, Allah Teala'nın insanlığa bir çox bəxş etdiyi neymətlər var. O neymətlərdən biri də insanın hidayətə yönəlməsidir. Rəbbini tanımasıdır. Yaradanını tanımasıdır. Və onu xaliq kimi, hər şeyin sahibi kimi dərk etməsidir. Əgər insan bunu özlüyündə bilib, düşünüb, anlayırsa, bu böyük bir neymətdir insan üçün. Yer üzərində nə qədər insanlar var ki, Allahı tanımır, inkar edir, qəbul etmir, məhrumdur. Lakin insan bilməlidir ki, əgər bugün ruhu üstündə olduğu zaman, həyatda mövcud olduğu zaman, onu yaradan ilahı tanıyırsa, onu yaradan xaliqi tanıyırsa və onun buyurduqlarını yerinə yetirirsə, bu onun üçün böyük bir neymətdir. Hər bir müsəlman bunun qədrini bilməlidir. Əgər sən bugün səni yaradanı tanıyıb, onu ucaldısansa, onu əzəmətli tutursansa, bu Allahdan sənə olan bir lütfdür. Allahdan sənə olan bir hədiyyədir ki, Allah sənə müvəffəq edib özünü tanımağı. Həqiqətən, əziz qardaşlar. Ona görə insan bunu dəyərləndirməlidir. Hidayət neyməti, İslam neyməti, İslama yönəlmək neyməti insan üçün dəyərli neymətlərdəndir. Müsəlman bunun qiymətini bilməlidir. Allah Teala insanlardan yalnız bir dini qəbul edəcək. Razı qaldığı dindən. O din ki, Allah insanlığa göndərib, insanlığın qəbul etməsi üçün zəruri və mühüm olan dindir. Allah Teala onu insanlıqdan yalnız onu qəbul edəcək. O da İslam dinidir. Allahın qəbul edəcəyi, razı qalacağı din yalnız İslam dinidir. Ona görə qul bilməlidir ki, ən gözəl, ən böyük neymət Allahı tanıması, hidayət olunmasıdır. Hidayət Allahın bir minnətidir, əziz qardaşlar. Minnət Allahın lütfi deməkdir. O zaman ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında çöldə yaşayan bədəvlər var idi. Çöl ərəbləri. Hidayət olunurlar. Sonra o hidayətə minnət qoyurlar. Baxın Allah Teala nə deyir? Allah Teala buyurur ki, yəmunnuna aleykə ən əsləmu. Peyğəmbərə deyir ki, o bədəvlər deyir, İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. Allah Teala buyurur ki, qul la təmunnu aleyyə isləməkum. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, siz İslamı qəbul etdiyinizə görə mənə minnət qoymayın. Sonra fikir verin Allah Teala nə buyurur? Allah Teala ayənin ardında buyurur ki, Bəlilləhu yamunnu aleykum ən hədəkum lil imani in kuntum sadiqin. Allah Teala bu ayənin ardında buyurur ki, əgər siz doğrusunuzsa, Allah sizi imana yönətməklə sizə minnət qoyur. Yəni Allah Teala sizə hidayəti bəxş etməklə, imana yönətməklə Allah Teala sizə minnət qoyur. Yəni Allahın bir minnətidir hidayət. İman, hidayət, Allahın yoluna yönəlmək Allahın bir lütfüdür. Qul bunu dəyərləndirməlidir. Fikir verin, Allah Teala Quran-ı Kərimdə səmimi iman gətirənlər barəsində buyurur ki, Allah imanı onların qəlbində sevdirmişdir və həmçinin qəlbində gözəl etmişdir. Allah Teala buyurur ki, وَلَكِنَّ اللّٰهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ. Bu ayədə uca Allah buyurur ki, lakin Allah sizə imanı sevdirmişdir və imanı sizin qəlbinizdə gözəl etmişdir. Deməli, əziz qardaşlar, iman əgər bir insana sevimli gəlirsə, sevdirilirsə, o insanın qəlbində də gözəl olur. Allah Teala onu onun qəlbində gözəl edir.
Sonra Allah Teala buyurur ki ayənin ardında وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِسْيَانِ Eləcə də küfrə, fasiqliyə və həmçinin asiliyə qarşı sizdə bir nifrət oyatmışdır. Küfür, günah və həmçinin asiliyə qarşı sizdə bir ikrah oyatmışdır. Uləikə humur raşidun. Onlardır doğru yolda olanlar. Fikir verin, Allah Teala meyarı necə bildirdi. Allah Teala sizə bir iman bəxş etmişdir. Və qəlbinizdə də o imanı deyir, zinətli etmişdir. İnanın əziz qardaşlar, əziz müsəlmanlar, əgər bir insana iman bəxş olunubsa, o imanın qədrini bilməlidir. Qiymətini bilməlidir. Çünki insan imanının sayəsində Allahın razılığını əldə edəcək. İmanın sayəsində Allahın mərhəmətinə nail olacaq. Eyni zamanda imanın sayəsində insan cəhənnəmdən xilas olacaq. Cənnəti qazanacaq. Allah bizə müvəffəq eləsin. Səmimi imanı. Yəni insan ona verilən o imanı qoruyub saxlamalıdır. Eləcə də insan küfrə qarşı, günaha qarşı, asiliyə qarşı içində bir nifrət hissi olmalıdır. Əlbəttə ki, müminin şuurunda, düşüncəsində, qəlbində, hər bir mümində bu var. O şey ki, küfürdür, asilikdir, günahdır, ona qarşı hər bir mümində ikrah hissi olmalıdır. Allah Teala buyurdu ki, Uləykə humur raşidun. Onlardır məhz doğru yolda olanlar. Ona görə dəyərli müsəlmanlar, Allahın bir lütfüdür. Hidayət Allahın bir lütfüdür. Allahın rəhmətidir. Allahın lütfü və rəhməti olmadan heç bir insan hidayəti əldə edə bilməz. Allah Teala Quranda buyurur ki, وَلَوْلَا فَضُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَ مِنْكُمْ مِنْ أَحَدٍ əbədən. Əgər deyir Allahın lütfü deyir sizə olmasa, eyni zamanda Allahın mərhəməti sizə olmasa, sizdən heç bir kimsə heç zaman təmizə çıxa bilməz. Fikir verin. Sizdən heç bir kimsə heç zaman təmizə çıxa bilməz. وَلَكِنَّ اللّٰهُ يُزَكِّي مَنْ يَشَاءُ Lakin Allah istədiyini təmizə çıxarır. Vallahu səmiyun alim. O Allah eşidəndir, biləndir. Deməli, hidayət neyməti Allahın bir lütfüdür, mərhəmətidir. İnsan ona bəxş olunan bu hidayət neymətini, Allahdan olan bu lütfü qiymətləndirməlidir, uca tutmalıdır, gecə-gündüz şükr etməlidir. Rəbbi ona müvəffəq edib bu hidayət neymətini. Nə qədər insanlar var cəmiyyətdə, gecə-gündüz küfr edir. Allahı qəbul etmir, inkar edir. İnsan onlara baxıb şükr etməlidir ki, Allah sənə müvəffəq edib bu neyməti. Deməli, əziz qardaşlar, möhtərəm müsəlmanlar, İslam insanlığa, bəşəriyyətə göndərilən ən qiymətli neymətdir. Mömin bu neymətin qədrini uca tutmalıdır. Çünki bu neymət özü-özlüyündə İslam neyməti, öz qədri və qiyməti, şəni uca olan bir neymətdir. Fikir verin, Allahdan, səmalarda nazil olan din, İslam neyməti, səmadan nazil olan risalət, bunun özünün qədri və qiyməti ucadır, şəni ucadır. Çünki Allahdan nazil olub. Belə olduğu halda qul necə onu uca tutmasın, necə onu dəyərli tutmasın? O din ki, Allahdan nazil olub, insanlığa düzgün istiqamət üzərində olması üçün, necə qul o dini, ona bəxş olunan o dini, hidayəti uca tutmasın? Allah Taala'nın qəbul edəcəyi, necə ki, yuxarıda da qeyd etdim, razı qalacağı yalnız bir din var, o da İslam dindir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnə dinə indəllahil İslam. Şübhəsiz ki, Allah qatında gerçək din İslamdır. Allah İslamdan başqa bir dini qəbul etməyəcək. Bu bir mənalıdır. Aqil insan nə qədər ki ömrü var düşünməlidir, fikirləşməlidir. Zaman sürətlə ötüb keçir, dayanmır. Fikir verin, əgər bir insan düşünürsə də Allahın qəbul edəcəyi yalnız İslam dinidir, ondan başqasını qəbul etməyəcəksə, bunun üzərində düşünürsə, bu deməli onun üçün bir uğurdur. Düşünməsi ilə bərabər gərək həyatında tətbiq etsin. Allah Teala Quran-ı Kərimdə buyurur: "Və men yebtəği qayra'l İslam dinen felen yuqbala minhu və huve fil axireti minel xasirin." Allah Teala bu ayədə açıq-aydın bütün insanlığa, bəşəriyyətə bildirir ki, kim İslamdan başqa bir dini qəbul edərsə, ardınca gedərsə, o din ondan qəbul olunmayacaq bir mənalı. Eyni zamanda üstəlik Allah Teala bildirir ki, "Və huve fil axireti minel xasirin." Qiyamət günü də mütləq
xəsarət çəkənlərdən olacaq. Deməli, qul düşünməlidir ki, bugün ona bəxş olunan əsas hidayət neyməti Allahın dərgahında yeganə bir qəbul olunan, meyar olan İslam dinidir. Bundan başqa bir din qəbul olunmayacaq. Əgər kim qəbul edəcəksə, Allah Teala açıq aydın bu ayədə bizə bildirir ki, mütləq ziyan çəkəcək. Sonra fikir verin, Allah Teala nə deyir? Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İsləmə dinən. Allah Teala buyurur ki, bugün sizin üçün, sizin dininizi kamil etdim. Din artıq kamildir, əziz qardaşlar. Allah Teala'nın səmadan nazil etdiyi din kamildir, mükəmməldir və möhtəşəmdir. Allah Teala bu dini kamil edib. Bütün bəşəriyyət, insanlıq üçün. Kim bu dini qəbul edəcəksə, nə xoşhalına onun və o uğur qazananlardan olacaq. Allah Teala buyurdu ki, o ətməmtu aleykum ni'məti və sizə olan bütün neymətimi tamamlamışam. Fikir verin. Və raditu ləkumul İsləmə dinən. Bildirdi ki, bir din olaraq da sizdən İslamdan razı qalacam. Allahın dərgahında, Allahın huzurunda qəbul olunan, Allahın razı qalacağı din yalnız və yalnız İslam dini olacaq. Bugün böyük fürsətdir, əziz, möhtərəm qardaşlar. Əgər sən bu neyməti əldə etmisənsə, möhkəm bu neymətdən yapışmalısan. Dua etməlisən ki, Allah məni sabit elə bu neymət üzərində. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyat yoldaşı Ummu Sələmə, Allah ondan razı olsun, buyurur ki, Allah Rəsulunun ən çox etdiyi dualardan olub. Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allahım, mənim qəlbimi dinin üzərində sabit et. Bu ən möhtəşəm duadır, əziz qardaşlar. Bu, Peyğəmbərin sallallahu aleyhi və səlləmin həyatında necə ki, həyat yoldaşı bildirir, ən çox etdiyi dualardan olub. Əslində bu dua bizə nəyi öyrədir, nəyi bildirir, nəyi mesaj verir? Qul daima Allahdan sabitliyi istəməlidir. Daima Allahdan sabit qədəm olmağı diləməlidir. Çünki insan halını bilmir, insanın halı dəyişəndir. Bəzən görürsən, doğru din üzərindədir, doğru istiqamət üzərindədir. Bir neçə vaxt keçir, görürsən ki, eşidirsən ki, artıq dindən uzaqlaşıb və ya dindən soyuyub. Ona görə bu dua ki var, bu dua əzəmətli duadır. İnsan bu duadan yapışmalıdır. Gecə gündüz etməlidir. Sabitliyi Allahdan diləməlidir. Sabitliyi özü böyük bir lütfdür. Allahın neymətidir. Hətta insan dünyadan köçənə qədər Allahdan bunu istəməlidir ki, onu sabit qədəm etsin. Əslində Peyğəmbər sallallahu aleyhi və səlləmin bu duası bütün ümmət üçün bir mesajdır. Ta qiyamət saatına qədər. Qiyamətə qədər insanlar, ümmət bu duanı etməlidir. İnsan bilmir hansı hal üzərində öləcək. Ona görə də bu dua bizə onu öyrədir ki, insan daimi gecə gündüz sabitlik istəməlidir. Sabit din üzərində qalıb və sabit hal üzərində bu dünyadan köçməlidir. Allah Teala Quran-ı Kərimdə bildirir ki, ya eyyuhəllədinə əmənu udxulu fissilmi kəffətən. Ey iman gətirənlər, dinə bütövlüklə daxil olun. Udxulu fissilmi kəffətən. İslama bütövlüklə daxil olun. Nə deməkdir İslama daxil olun? Yəni, İslamı bütünlüklə yaşayın. Yəni, müəyyən şeyləri qəbul edib, müəyyən şeyləri qəbul etməmək kimi deyil. Quranı qəbul edib, hədisi inkar etmək kimi deyil. Şəriətin əhkamlarının bir hissəsini qəbul edib, digər hissəsini qəbul etməmək kimi deyil. Yəni, Allah Teala iman gətirənlərə xitab edərək bildirir ki, ey iman gətirənlər, udxulu fissilmi kəffətən. Siz İslama bütövlüklə daxil olun. Yəni, İslamı bütövlüklə yaşayın. İslamda buyurulan bütün əməllərin hamısını bütövlüklə yaşayın. Qəlbən, dillə, əzalarla həyatınızda icra edin. Ona görə dəyərli qardaşlar, bu Allahdan olan bir lütfdür. İslam neyməti Allahın insanlığa bəxş etdiyi, ikram etdiyi böyük bir neymətdir. Ona görə əgər sən İslam neymətinə yönəlmisənsə, sənə müvəffəq olubsa hidayət olunmaq, artıq sən İslam əhlindən hesab olunursan. Artıq sən müsəlman hesab olunursan.
artıq sən Allaha təslim olanlardan hesab olunursan. Ona görə də bu adı qoruyub saxlamaq lazımdır. İnsan əgər İslam əhlindən hesab olursa, müsəlman Allaha təslim olan hesab olmuşdursa, bunu qoruyub saxlamalıdır. Hətta onun dininə, İslamına xələl gəlməsin. O şeylər ki, onun inancına, dininə, etiqadına xələl gəlir, insan onlardan uzaq durmalıdır. Əgər insan qəbul edibsə İslamı, bütövlüklə qəbul edibsə, bütövlüklə onu yaşamalıdır. İnsan dinini mühafizə etməlidir, qorumalıdır. Dininə zərər verən şeylərdən, dinini pozan şeylərdən, dinini aradan qaldıran şeylərdən, günahlardan, asiliklərdən və dinini batil edən bütün şeylərdən müsəlman uzaq tutmalıdır. Çünki bu əzəmətli bir neymətdir insana bəxş olunan. Və həmçinin bu vacibdir. Əgər sən İslam əhlindənsənsə, artıq sənin üzərinə düşən nədir? Bu İslamı qorumaq lazımdır. Bu İslamı gözəl şəkildə riayət etmək lazımdır. Bunun üçün də, dəyərli qardaşlar, İslamın müəyyən əhkamlarını insan öyrənməlidir, bilməlidir. İstər kişi olsun, istər qadın olsun. Üzərinə düşən, inancla bağlı olan məsələlər olsun. Çünki bu mühümdür. İnsan nəyə iman gətirib, nəyə inanır, inancı nəyin üzərində qurub. Eyni zamanda ibadətlərdə, yəni əhkamlarla bağlı olan məsələləri bilməsi, öyrənməsi lazımdır ki, hətta o ibadətlərində yanlışlığa yol verməsin. İnsan dinini mütləq qoruması üçün üzərinə düşən dini məsələləri öyrənməsi gərəkir. Mütləq lazımdır. Dininin həqiqətini öyrənməlidir. Çünki bugün, baxırsınız, bir kəsim insanları Allahdan başqasına ibadət etməyə çağırır. Biz deyirik ki, yalnız Allaha ibadət olunmalıdır. Allahdan başqasına ibadət etmək olmaz. Allahdan başqasına ibadət olunanların hamısı bütün batil inanclardır. Həqiqi inanc, saf inanc, aləmlərin Rəbbi olan, Allaha olan inancıdır. Hər bir mömin də bu inancı gerçəkləşdirməsi üçün bunu öyrənməsi, bilməsi lazımdır. Yəni doğru inancını, gerçək inancını öyrənməsi lazımdır ki, hətta o gerçək, saf inancına xələl gətirən şeylərdən uzaq olsun. Eləcə də ibadətləri ilə bağlı olan məsələlər olsun. İbadətlərində lazım olan məsələləri bilməsi lazımdır ki, ibadətlərində yanlışlıq olmasın. Bu da necə əldə olur? Bu da yalnız və yalnız Allahın kitabını əldə etməklə, yəni Allahın kitabı ilə eyni zamanda da onun peyğəmbəri, göndərdiyi peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin hədisləri ilə, sünnəti ilə əldə olunur. Yəni insan İslamını öyrənməsi Quran-ı Kərim və peyğəmbərin sünnəti vasitəsilə əldə edə bilər. Yəni insan öz inancını yalnız bu iki əsas məsdərin daxilində qoruyub saxlaya bilər. Çünki bu mühümdür. İnsan əgər Allaha səmimi iman gətirmişdirsə, etiqadını doğrulaması üçün mütləq Quran-ı Kərimə və peyğəmbərin səhih hədislərinə başvurmalıdır. Ona görə də dəyərli qardaşlar, əziz müsəlmanlar, İslam özü özlüyündə səhih inanclardan ibarətdir. O inanclar ki, hər bir müminin qəlbini abad edir. Hər bir müminin qəlbini sevindirir. Hansı inanclardır? Allaha yəqinliklə iman gətirmək, səmimi şəkildə iman gətirmək. Eləcə də Allahın qullarına əmr etdiyi bütün o əmrlərə iman gətirmək müminin qəlbini abad edir. Çünki Allahın əmrləri bütün insanlıq üçün vacibdir. Bir qismini kənara qoyub, bir qisminə inanmaq olmaz. Bütövlüklə iman gətirmək lazımdır. Fikir verin, Allah Teala Quran-ı Kərimdə nə buyurur? Qul əmənnə billahi və mə unzilə aleynə və mə unzilə alə İbrahimə və İsmailə və İshaqa və Ya'qubə vəl-əsbəti və mə utiyə Musə və İsə və nəbiyyunə min Rabbihim la nufarriqu beynə əhədin minhum və nəhnu ləhu muslimun. Allah Teala bu ayədə buyurur, Qul əmənnə billahi, de, biz Allaha iman gətirdik. Və mə unzilə aleynə, bizim üzərimizə nazil olanlara iman gətirdik. Və mə unzilə alə İbrahimə və İsmailə və İshaqa və Ya'qubə vəl-əsbət. Eləcə də İbrahimə, İsmailə, İshaqa,
Yaquba və onun nəslinə nazil olanlara iman gətirdik. Sonra Allah Teala buyurur: "Və ma utiya Musa və İsa vən-nəbiyyun min rabbihim la nufarriqu beyne ahadin minhum." Eləcə də Musaya, İsa'ya və öz Rəbbindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Və biz onların arasında heç bir fərq qoymadıq. Və nəhnu ləhu muslimun. Biz ona təslim olanlarıq, yəni Allaha. Fikir verin, bu ayədə detallı şəkildə nəyi göstərir bizə? Allahın bizə nazil etdiyinə, eyni zamanda ayədə peyğəmbərlərin adları qeyd olundu. O peyğəmbərlərə nazil olanlara da iman gətirdik. Allah Teala nəyi əmr edibsə, nəyi nazil edibsə səmalardan, ona iman gətirmək vacibdir hər bir bəndəyə. Əgər kim iman gətirirsə, deməli Allahın əmrlərini gözəl şəkildə riayət etmiş sayılır. Sonra Allah Teala buyurur ki: "Omen yebtəği gayra'l İslam dinen felen yuqbal minhu ve huve fil ahireti minel khasirin." Lakin kim İslamdan başqa bir dinin ardınca gedərək o dini qəbul edərsə, Allah Teala buyurur ki: "Felen yuqbal minhu." O ondan qəbul olunmayacaq. Açıq aydın o ondan qəbul olunmayacaq. Nəinki qəbul olunmamaq. Üstəlik Allah Teala buyurur ki: "Və huve fil ahireti minel khasirin." O qiyamət günü xəsarət çəkənlərdən olacaq, ziyan çəkənlərdən olacaq. Deməli, əziz qardaşlar, insanın üzərinə düşən hidayət neyməti, yəni Allahın ona bəxş etdiyi İslam neymətini, əgər Allah sənə müvəffəq edibsə, sənin onu qoruyub saxlamağın mütləqdir. Çünki insan bilmir ömür nə zaman tükənəcək. Və surətlə də günahlar artmağa doğru gedir. Düzdür, insan xəta edəndir. Bu qaçınılmazdır. İnsan günah edəndir. Bu qaçınılmazdır. Peyğəmbər sallallahu aleyhi və səlləm bütün bəşəriyyətin günah etməsini bildirmişdir. İstisna qoymamışdı. Bütün Adəm övladının günah etməsini Peyğəmbər bildirmişdir. Yəni, hər kəs günah edəndir. Lakin günah edənlərin içərisində xeyirli olanları da bildirmişdir ki, Allahın huzurunda tövbə edənlərdir. Ona görə insan Allahın huzurunda səmimi tövbə etməlidir ki, Allah Teala onu bağışlanan qullarından etsin. Deməli, dəyərli qardaşlar, qeyd etdik ki, iman, İslam səhih inanclardan ibarətdir. O inanclar ki, Allaha iman gətirməkdən, onun mələklərinə iman gətirməkdən, onun kitablarına iman gətirməkdən, onun peyğəmbərlərinə iman gətirməkdən, axirət gününə iman gətirməkdən, nəhayət, qədərin xeyrinə və şərinə iman gətirməkdən ibarətdir. Fikir verin, İmam Əhmədin Musnəd əsərində bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşur ki, Əyyül İslam-ı əfdal, İslamda ən üstün olan şey nədir? Ya Rasulallah. Peyğəmbər sallallahu aleyhi və səlləm də ona buyurdu ki, Əl-İman. İslamda deyir, ən üstün olan şey imandır. Yəni, insanın səmimi Allaha iman gətirməsi. Kişi soruşur ki, ya Rasulallah, mən iman. İman nədir? Yəni, daha dərinini bilmək istəyir. Allah Rəsulü buyurur ki, Tu'minu billahi və mələikətihi və kutubihi və rusulihi vəl-ba'thi ba'dəl mavt. Bildirir ki, iman Allaha iman gətirmək, mələklərinə iman gətirmək, kitablarına iman gətirmək, peyğəmbərlərinə iman gətirmək və eləcə də öldükdən sonra dirilməyə iman gətirməkdir. Deməli, əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm birinci bütöv ümumi şəkildə qeyd etdi ki, ən üstün şey İslamda imandır. Kişi biraz artıq soruşanda sonra təfsilatlı qeyd etdi. İman nədir? Allaha iman gətirmək, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və eləcə də öldükdən sonra dirilişin olmasına. Allah Teala hər şeyə qadirdir. Və huve alə kulli şeyin qadir. Allah insanları həm öldürəndir, həm dirildəndir. Həyat verən də odur. Hər şeyə qadir olan da odur. Bu bizim qəti inancımızdır. Ona görə də əziz qardaşlar, möhtərəm müsəlmanlar, İslam təmiz, saf itaətlər üzərində bina olmuş, qurulmuş bir dindir.
Eləcə də İslam əzəmətli ibadətlərdən olan bir dindir. İnsan o ibadətlərlə yalnız və yalnız öz Rəbbinə yaxınlaşır. O ibadətlərin sayəsində Allaha yaxınlaşır. O ibadətlər nədir? Allahın huzurunda ona boyun əymək. Onun qarşısında muti olmaq. Onun buyurduqlarını ən gözəl şəkildə əda etməkdir. Və hansı ki, İslamda ən əzəmətli olan ibadətlər var ki, bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm bir çox hədislərində qeyd etmişdir. O hədislərdən də biri, əziz qardaşlar, İbn Ömərin hədisidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Buniyəl İslamu alə xamsin. İslam dini 5 əsas üzərində qurulmuşdur. Diqqət edin, 5 əsas. Vurğuluyur ki, şəhədəti ən la ilahə illallah və ennə Muhammedən Rasulullah. Ən birinci əzəmətli olan, həmin bu İslamda əzəmətli olan birinci nədir? Allahdan başqa haqq məbudun olmadığına şahidlik etmək, şəhadət gətirmək. Eyni zamanda Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin Allahın elçisi olmasına şahidlik etməkdir, şəhadət gətirməkdir. Deməli, bununla insan artıq İslama daxil olmuş olur. Ən birinci rükundur, ən birinci əsasdır. İnsan Allahın təkliyini qəbul etməklə, ibadətin yalnız ona aid olmasına iman gətirməklə, Peyğəmbərinə iman gətirməklə ki, o Peyğəmbəri Allahın elçisidir, artıq insan İslama daxil olmuş hesab olunur. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَإِقَامِ الصَّلَاةِ وَإِيْتَاءِ الزَّكَاةِ وَصَوْمِ رَمَضَانَ وَحَجِّ الْبَيْتِ. Sonra ən əzəmətli ibadətləri zikr edir. Bildirir ki, İslamda hansı ki, ən əzəmətli ibadətlərdir ki, 5 təməl üzərində qurulan İslam, şəhadətdən sonra namaz qılmaq, sonra zəkat vermək, sonra Ramazan ayının orucunu tutmaq və nəhayət həcc etməkdir. Kəbə evini ziyarət etmək, həcc etməkdir. Ona görə dəyərli qardaşlar, insan İslamını qoruyub saxlamalıdır. O İslam ki, insanın həm zahirini, həm batinini doğru düzgün hala çevirir. Çünki İslam insanın zahirini də, batinini də tənzimləyir. Çünki İslam elə bir dindir ki, insan İslam dini sayəsində zahirini və batinini doğrulaşdırır. Və bunun üçün nazil olmuş bir dindir. Fikir verin, batin deyildikdə yalnız qəlb nəzərdə tutulur. İnsanın qəlbi ilə Allaha təslim olması nəzərdə tutulur. Qəlbi ilə Allaha yönəlməsi muti şəkildə bu nəzərdə tutulur. Zahir deyildikdə əzaları ilə Allaha itaət etməsi, Allahın buyurduqlarını zahiri ilə, əzaları ilə icra etməsidir. İmam Əhmədin sabit rəvayətlə sabit olmuş bir hədisi var. Möhtəşəm hədislərdən biridir. Hədis Bəhs İbn Həkim tərəfindən rəvayət olunur. Bəhs özü ətbau tabinlərdən olub. Allah rəhmət eləsin. Atası tabin olub, babası səhabə olub. Babasından rəvayət edir bu hədisi. Fikir verin, möhtəşəm bir hədisdir. Babası deyir ki, dedim ki, ya Rasulallah, İslam nədir? Babasının adı Muaviyə olub, səhabə olub. Dedim ki, ya Rasulallah, İslam nədir? Allah Rəsulunun cavabına diqqət edin. Buyurur ki, ən yuslimə qalbukə lillahi ta'ala. İslam sənin qəlbinlə uca Allaha təslim olmağındır. Və ən tuvəccihə vəchəkə ilallah. Eləcə də İslam sənin uca Allaha üzünü yönətməyindir. Və sonra buyurur ki, və tusalliyəs salətə və tusalliyəs salətəl məktubətə və tuəddiyəz zəkətəl məfrudətə. Sonra buyurur ki, İslam sənin 5 vaxt vacib olmuş namazı qılmağın, eyni zamanda da fərz olmuş zəkatı əda etməyindir. Bu hədisdə göstərilən əsas məsələ nədən ibarətdir? Bu hədis
İslamın həm zahirini, həm batinini özündə cəm edib, ehtiva edib. Yəni, insan batini ilə Allaha təslim olur. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Ən yuslimə qalbukə lillahi teala. Qəlbinlə Allaha yönəlməyindir. Bu nədir? İnsanın daxilidir. İnsan daxili ilə, batini ilə Allaha yönəlməsidir. Allaha təslim olmasıdır. Bu da insanın qəlbini, batinini doğruluyur. Yəni, Allaha təslim olmasıyla. Sonra, zahir nədən ibarətdir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, وَاَنْ تُوَجِّهَ وَجْهَكَ اِلَى اللّٰهِ تَعَالَى. Sən üzünü uca Allaha çevirməyindir. Simanı, üzünü. Və sonra namaz qılmağın və zəkat verməyindir. Və bu da əzalarla olan ibadətdir ki, insanın zahirini özündə tamamlayır. Yəni, İslamını tamamlayır. Bu hədis bizə nəyi bildirir? İnsanın batini ilə zahirini bir arada cəm edən bir hədisdir. Ona görə qul, əziz qardaşlar, möhtərəm müsəlmanlar, ona bəxş olunan bu İslam neymətini, hidayət neymətini qoruyub saxlamalıdır və yalnız Allahın razı qalacağı şəkildə, itaətlərlə, ibadətlərlə. Uca Allahdan istəyirəm ki, bizim hər birimizi Allahın razı qaldığı şəkildə, buyurduğu şəkildə yaşayan qullarından etsin. Allahdan diləyirəm ki, bizi özünə daim şükr edən, zikr edən, gözəl şəkildə ibadət edən qullarından etsin. Allahdan istəyirəm ki, bizim hər birimizin günahlarımızı bağışlasın. Dilimizlə, qəlbimizlə etdiyimiz xətaları bağışlasın. Uca Allah bizim dilimizi və qəlbimizi daim özünə istiğfar edən, tövbə edən qullarından etsin. Allahdan istəyirəm ki, valideynlərimizə rəhm eləsin. Zürriyyətimizi salihlərdən etsin. Uca Allah zülmə məruz qalan bütün müsəlman bacı və qardaşlarımıza yardım etsin. Allah Teala bizim hər birimizə iman üzərində yaşayıb, iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu iləyik.